Salam, bugün sizinle bir mənbəni, daha doğrusu inzibati icraat haqqında Azərbaycan Respublikası qanunundan bəzi çıxarışları, belə deyək, dərindən müzakirə edəcəyik. Çalışacaq anlayaq ki, bu qanun sizin üçün nə deməkdir, inzibati orqanlarla münasibətləri necə tənzimləyir və sizin hüquqlarınızı qoruyan əsas prinsiplər hansılardır. Gəlin başlayaq. Bəli, salam. Bu qanun əslində çox vacibdir. Çünki inzibati orqanların, yəni dövlət və bələdiyyə orqanlarının, bəzən də səlahiyyət verilmiş özəl qurumların fəaliyyətində insan hüquqlarına, azadlıqlarına riayət olunmasını təmin etmək üçündür. Qanunun aliliyi məsələsi var. Söhbət onların qəbul etdiyi və birbaşa sizin həyatınıza təsir edən qərarlardan, yəni inzibati aktlardan gedir. Mahiyyətcə, bu dövlətlə sizin aranızdakı rəsmi münasibətlərin, necə deyərlər, oyun qaydalarıdır. Anlaşılandı. Qanunda baxıram bəzi terminlər var. Məsələn, maddə 2-də maraqlı şəxs anlayışı var. Bu kimdir? Bir də inzibati icraat deyəndə praktikada nəyi nəzərdə tuturuq? Çox yerinə düşən sualdır, çünki bu anlayışlar işin əsasıdır. Baxın, maraqlı şəxs təkcə müraciət edən deyil, həm də haqqında qərar qəbul edilən ya da qəbul ediləcək bir akt var ha. Bax, o aktdan hüquqları, qanuni maraqları birbaşa təsirlənən hər kəsdir. Yəni, bu fiziki şəxs də ola bilər, hüquqi şəxs də. İnzibati icraat isə, belə deyək, bütün prosesdir. Bütün proses. Bəli, sizin müraciətinizlə və ya orqanın öz təşəbbüsü ilə başlayır, sonra aktın qəbulu, onun icrası, bəlkə dəyişdirilməsi, ləğvi, şikayətlərə baxılması, bütün bu mərhələləri əhatə edir. Qanun həmçinin aktları da fərqləndirir. Sizin üçün yaxşı olan, yəni sizə nəsə hüquq verən əlverişli aktlar var. Məsələn, müavinət təyini. Bir də var ki, hüququnuzu məhdudlaşdıran və ya sizə bir vəzifə qoyan əlverişsiz aktlar. Aydındır. Deməli, bu bütün icraatın, bu prosesin müəyyən prinsipləri olmalıdır ki, vətəndaş özünü, necə deyim, çarəsiz hiss etməsin. Hansı təməl prinsiplər var burada? Mənə xüsusilə maddə 13-dəki etimad hüququnu qorunması prinsipi çox maraqlı gəldi. Bu o deməkdir ki, doğrudan da orqanların əvvəlki davranışlarına, yazılı vədlərinə güvənmək olar? Tamamilə doğrudur və bu çox vacib bir zəmanətdir. İnzibati orqanlar, necə deyərlər, öz yerləşmiş təcrübələrinə sadiq qalmalıdırlar. Əgər bir məsələyə illərdir eyni cür yanaşıblarsa, qəfildən, heç bir ciddi səbəb olmadan bunu dəyişə bilməzlər. Yalnız çox ciddi ictimai maraqlar tələb edirsə, o zaman bəlkə dəyişiklik olar. Amma onda belə yeni yanaşma da ardıcıl olmalıdır. Və xüsusilə də yazılı məlumatlar, vədlər. Yazılı vədlər daha güclüdür, yəni. Bəli. Əgər orqan sizə yazılı şəkildə bir məlumat veribsə, məsələn, bu sənəd bəs edir deyibsə, sonra durub əsassız yerə fikrini dəyişib əlavə nəsə istəməməlidir. Bu sizin planlarınızı qurmağınız üçün çox vacibdir. Təbii ki, başqa fundamental prinsiplər də var. Məsələn, qanunçuluq. Yəni, maddə 11, hər şey qanuna əsaslanmalıdır. Qanun qarşısında bərabərlik, maddə 12, eyni vəziyyətdəkilərə fərqli yanaşma olmaz. Və bir də mütənasiblik prinsipi var, maddə 17. Mütənasiblik. Bu da maraqlı səslənir. Yəni, görülən tədbir belə deyək, problemin miqyasına uyğun olmalıdır. Başqa sözlə, orqan birə görə yorğan yandırmamalıdır. Eləmi? Elədir, tamamilə doğru ifadə etdiniz. Baxın, görülən tədbir həm məqsədə çatmaq üçün yararlı olmalıdır, həm zəruri olmalıdır, yəni başqa daha yüngül yolu yoxdur, həm də sizin hüquqlarınızı ən az dərəcədə məhdudlaşdırmalıdır. Bir başqa çox vacib prinsip də məncə maddə 19-dakı mötəbərlik prezumpsiyasıdır. Bəli, o məqam mənim də diqqətimi çəkdi. Deməli, mən bir sənəd verirəmsə, onun doğru olduğu qəbul edilir. Yəni, əksi sübut olunana qədər. Orqan məndən əlavə nəsə istəyə bilməz ki, get bunun doğruluğunu sübut elə. Bu həqiqətən güclü bir mövqe verir, deyilmi? Elədir, çox güclü və bunun praktik əhəmiyyəti, inanın, çox böyükdür. Əgər inzibati orqanın sizin verdiyiniz sənədə, məlumata dair əsaslı bir şübhəsi varsa, onun doğruluğunu yoxlamaq vəzifəsi də, xərci də orqanın öz üzərinə düşür. Sizdən tələb edə bilməz ki, get filan arayışı gətir ki, bu doğrudur. Yox. Şübhəsi varsa, özü yoxlamalıdır. Bu, vətəndaş üçün böyük bir üstünlükdür.
Artıq siz hər şeyi sübut etmək məcburiyyətində deyilsiniz. Bu həm də bürokratiyanı azaldır yəqin ki. Əlbəttə. Və bu həm də maddə 15 ilə bağlıdır. Formal tələblərdən sui-istifadənin qadağan olunması. Yəni, orqanlar sənəddəki xırda, asanlıqla düzəldilə bilən bir səhvə, məsələn, imla səhvinə görə sənədi qəbul etməkdən imtina edə bilməz. Əgər məzmun aydındırsa, problem yoxdur. Həqiqətən də bu vətəndaşla orqan arasındakı münasibətlərdə tarazlığı bir qədər dəyişir, daha ədalətlidir. Kəsinliklə. Yeri gəlmişkən bir məqam da var. Qanun inzibati orqanların bir-birinə kömək etməli olduğunu da deyir. Buna hüquqi yardım deyilir. Maddə 5-də var. Təbii ki, bunun da öz şərtləri var. Maddə 6, nədən imtina etmək olar? Maddə 7. Hətta maraqlı bir detal var. Əgər bir orqanın digərinə yardımı ilə bağlı xərclər 22 manatı keçirsə, yardım istəyən orqan bu xərci ödəməlidir. Maddə 8. 22 manat dəqiq rəqəm, maraqlıdır. Bəli, maraqlıdır ki, niyə məhz 22 görünür o vaxtki hesablamalarla bağlı bir meyar olub. Deməli, ümumiləşdirsək, bu qanun əslində inzibati orqanlarla qarşılıqlı əlaqəniz üçün çox aydın bir çərçivə yaradır. Bu təkcə qaydalar deyil, həm də fundamental hüquqlar sistemidir. Əsas prinsiplər, qanunçuluq, bərabərlik, etimadınızın qorunması və bu çox praktik görünən mötəbərlik prezumsiyası, yəni sənədlərinizin doğruluğunun əvvəlcədən qəbul edilməsi. Bəli, məhz belə. Və sonda bəlkə də sizin üçün bir düşüncə mövzusu. İndi bu mötəbərlik prezumsiyası prinsipini, maddə 19, bildikdən sonra, növbəti dəfə bir inzibati orqana hər hansı sənəd, məlumat və ya sübut təqdim edərkən, yanaşmanızda nəsə dəyişə bilərmi? Yəni, sübut etmək yükünün əsasən qarşı tərəfdə olduğunu bilmək, sizin özünüzü təqdim etməyinizə, mövqeyinizə necə təsir edər? Bunun üzərində düşünməyə dəyər məncə.